Xalqımızın musiqi mədəniyyətində xüsusi yer tutan muğam sənətinin inkişafı istiqamətində müxtəlif layihələr həyata keçirilir. Muğam televiziya müsabiqəsi bu mənada böyük əhəmiyyət kəsb edir. Müsabiqənin 9-cu mövsümünə hazırlıq işləri tamamlanmaq üzrədir. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının dəstəyi ilə keçirilən müsabiqə bu dəfə də gənc muğam ifaçılarına geniş imkanlar yaradır. Layihənin münsiflər heyəti müsabiqə ilə bağlı fikirlərini bizimlə bölüşdü. Bu təkcə müsabiqə deyil, həm məktəbdir. Neçə ustadın qarşısında çıxış edirlər, onların tövsiyəsini, məsləhətini eşidirlər, onların muğamın doğru yoluna dəvətini eşidirlər. Münsiflərin də əlbəttə ən böyük vəzifəsi gəncləri indidən muğamın təmizliyi uğrunda, saflığı uğrunda doğru yola çağırmaqdır. Birinci muğam televiziya müsabiqəsinin yaranmasından artıq 20 il ötür. Birinci və bir neçə muğam müsabiqəsinin ki, qalibləri ki var, onlar artıq bir xeylisi burada Milli Konservaturamızın artıq ustad kimi dərs deyirlər, ana televiziyamızın solistidirlər, bir xeylisinin fəxri adları var və 30-a qədər muğam televiziya müsabiqəsinin qalibləri bugün artıq opera teatrında çalışırlar və başarılı olaraq oxuyurlar. İştirakçılar klassik və müasir Azərbaycan şairlərinin qəzəllərini muğam şöbələri üzrə təqdim edəcək. Xalq mahnıları, təsniflər və zərb muğamları ifa edəcəklər. Onları milli musiqi alətlərindən ibarət instrumental ansambl müşahidə edəcək. Muğam müsabiqəsində iştirak etmək istəyən, yaşı 8-dən 30-a dək olan yeniyetmə və gənclərin sənət qəbulu aprelin 1-nə kimi davam edəcək. Apreldən etibarən seçim mərhələsinin başlanması və 8 nəfərdən ibarət münsiflər heyətinin bölgələrə səfəri nəzərdə tutulub. Böyük ümidlərlə may ayının ortalarında planlaşdırırıq ki, müsabiqəmiz efirdə starta başlasın və ötən ildəki qaydalara uyğun olaraq həftənin 2-ci və 4-cü günləri yayımlanacaq. 9-cu Muğam televiziya müsabiqəsinin seçim turları Respublikanın müxtəlif bölgələrində həyata keçiriləcək. Arzu Yusif, Emin Əhmədzadə, Ramiyə Sultanova, Mədəniyyət xəbərləri.